Azərbaycan Universitetində Gənclər Gününə həsr olunan Varislər adlı tədbir keçirildi. Bir günlük universitetin idarə edilməsi tələbələrə həvalə edildi. Gənc rektor, dekan və prorektorları masa başına topladı. Rektor soruşdu, prorektorlar cavablandırdı. Qış imtahan sessiyasının gedişi, yaranan çətinliklər, tələbələri maraqlandıran və narahat verici suallar haqqında danışıldı. Açıq sual formasında imtahanlar keçirildi və imtahanlar tam şəffaf nəticələndi. İmtahanlardan qənaətverici qiymət ala bilməyən və bununla razılaşmayan tələbələrin şikayətlərinin olduğunu da dedilər və səbəblər göstərdilər. Rektor ümumilikdə hesabatlardan razı qaldı və idarə edənlərin təklifləri ilə maraqlandı. Universitetin gələcəkdə bəzi xarici ölkə təhsil müəssisələri ilə əməkdaşlığının vacibliyini vurğulayanlar bunu əsaslandırdılar da. Beynəlxalq ictimaiyyətə çıxmaq və tələbə mübadiləsi aparmaq universitetin elmi bazasını daha da artıracaq və tanıtım baxımından əlverişli şərait yaranacaq. Rektor təklif və fikir fərqliliyini bəyəndi və elmi şurada bəzi məsələlərə baxılacağını dedi. İdarə etməyə hazırlaşanlar vəzifələrinin öhdəsindən gəldiklərindən məmnun oldular və tələbələr Azərbaycan Universitetində təşkil olunan bu kimi tədbirlərin digər universitetlərdə təşkil olunmasının zərurliyini də qeyd etdilər. Gənclər idarə etməni və özünə güvəni məhz universitetdə öyrənməli, təhsillə bərabər karyera qurmağın özəlliklərinə də bələd olmalıdırlar, dedilər.